Sosial şəbəkələrdə yeni 3 manat nominallı pul nişanının tədavülə buraxılacağına dair xəbərlər paylaşılıb. Hətta yeni 3 manatı əks etdirən pul nişanının fotoları da yayılıb. Ölkə az məlumat verir ki, Mərkəzi Bankdan bizim medianın sorğusuna cavab olaraq bildirilib ki, son dövrlər müxtəlif sosial şəbəkələrdə yeni 3 manat nominallı kağız pul nişanının tədavülə buraxılacağı ilə bağlı xəbərlər paylaşılıb. Qeyd edirik ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və vətəndaşları bu kimi məsələlərdə dəqiq məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından 1, 5, 1, 25, 1, 20 manat və 6 ədəd metal pul nişanından 1, 3, 5, 1, 25 qəpik ibarətdir. Eyni vaxtda bildiririk ki, Mərkəzi Bank yeni nominalda pul nişanını tədavülə buraxdıqda öncədən rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyəti məlumatlandırır.